Sölə xanım, baxın, ağacın özündə bir xüsusiyyəti var, axı onun genişlənməsi var. Yəni bu sabah bir mebeli belə alasan, sonra görəsən ki, bir tərəfi şişib, bir tərəfi belə effekt vermir ki bu. Onda parket də almayaq da Fuad bəy. Onda mühəndis sövhəsi də almayaq Yox, da. parketi Onda qapı da almayaq da. Çünki hamısı ağac materialı sayılır axı. Baxın, ağac o demək deyil ki, mən ona baxmayacağam. Əksinə, nə qədər bahalı bir məhsul alınırsa, onun baxımı o qədər individuallaşır. Yəni, mən şpon material almışam, bunun fərqində olmalıyam. Bunun xüsusi qulluq qaydaları var. Onu həyata keçirtmək lazım. Doğru şəkildə həyata keçirtmək lazımdır. Məsələn, mətbəxin özündə şişmə prosesləri çox olur. Bax, elementar bir şey deyim. PVC-lənmə prosesi gedir də. Ən çox da bu mətbəx niyə individual sahədir? Çünki orada buxar var. Çünki orada istilik dəyişməsi var. Çünki orada suyun hamı istifadə eləyir, bir nəfər istifadə eləmir. Hamı istifadə eləyir, hərə bir cür istifadə eləyir. Ona görə onu kontrolda saxlamaq biraz çətindir. Füsulə xanım, bu bayaq indi adlarını çəkdiyiniz, belə deyim də, materiallar var. Materiallar. Bir onun haqqında bir məlumat verə bilərsiniz. Onda materiallarda elə adlarını eşidirik, MDF. Bu nə fərqləri nədir? Elə hamısını eşidirik, amma fərqlərini tuta bilmirik. Melamin və ya aşağı keyfiyyətli materiallar, aşağı keyfiyyətdən başlayaq, yuxarıya doğru gedək. Aşağıda istifadə olunan, yəni daha çox biz istifadə edirik bunu korpuslarda. Korpus deyəndə ümumi gövdələrdə. Bəli. Gövdədə istifadə olunur. Laminat deyirik, melamin deyilir, LDSP deyilir. Yəni hərə bir cür və Azərbaycanda da bəlli bir markalar var ki, keyfiyyət göstəricisi olanlar var, orta keyfiyyət var və aşağı keyfiyyət var. Bunların keyfiyyətli, orta keyfiyyəti yüksək olmaz, onların əslində sıxlığına görə təyin olunur. LDSP materialının özü müxtəlif ağac yonqarlarının preslənmiş halıdır. Preslənmiş halı. Ona görə də onların iri şəkildə olduğu üçün nəmi özünə çəkməsi çox asandır. Bəs bu orada istifadə olunması kəsik prosesi kəsilirsə, məsələn, kəsirəm gövdənin müəyyən hissəsində, onun ağac iç daxili hissəsində suyun keçmə ehtimalı çoxdur. Bilirsiniz, yəni PVC-lənmir də. O istifadə olunur, əslində mətbəxdə də istifadə olunur, korpuslarda istifadə olunur. Hara ki su daha az təmas edir. Ümumiyyətlə, bütün demək olar ki, Azərbaycanda ən çox istifadə etdiyimiz gövdə olaraq hamısında istifadə olunur. Amma məsələ burasındadır ki, işçilik prosesi burada başa gəlir. Onun kənar hissəsinin, yəni hansı ki kəsinti etmişik, o hissəsi xüsusi PVC vasitəsi ilə bağlanır ki, ora su keçməsin. O PVC keyfiyyətli olmalıdır. 2, mövsümə uyğun olaraq kleydən istifadə, yapışdırıcıdan istifadə olunmalıdır. Bax, mövsümə uyğun deyirəm. Qış mövsümündə PVC-lənmə prosesində istifadə olunan kley yayda istifadə oluna bilməz. Bəli, və onun iç hissəsi... Hər ikisini vurmaq lazımdır onda, yoxsa məsələ başa düşdüm? Yox, onun aparatı var, PVC aparatı deyirlər. Kleylənir, üstündən PVC vurulur, bağlanır. Hansı mövsümdəsənsə ona uyğun da. Bəli, hansı mövsümdə vurulursa ona uyğun da davranılmalıdır. O kley ona uyğun seçilir. Yəni mən inanmıram ki, onu seçirlər elə. Yox, seçilir. Həqiqətən də yəni belə bu qədər işinə individual yanaşan və işini sevən insanlar var. Yəni işinin xəstəsi deyirik də, yaxşı mənada biz ona. İkinci gəlir MDF. MDF lam. MDF isə daha yonqarı, daha az olan, daha un şəklinə salınmış bir materialın, ağac materialının preslənmişidir, kleylə preslənmiş halıdır. Bu keyfiyyət olaraq laminatdan bir keyfiyyət üstün gedir. Amma çəki olaraq, ağırlığı olaraq ağır olduğu üçün onu korpuslarda istifadə etməyimiz biraz çətindir. Həm də onların hamısının özünə məxsus şurup, yəni şurupları var. Baxın, onların xüsusi istiqaməti var ki, məsələn, birbaşa siz MDF-dən istifadə eləyəndə birbaşa şurupdan istifadə eləyə bilməzsiniz. Çünki gövdəsində çat yaradır.
Və görürsüz, burada keçir işçilik. Fərqli. Bəli. Üçüncü gəlir, tutaq ki, MDF, xam MDF-in üstünə boya vurulur. Əslində burada digər materiallar var ki, akrilik panellər gedir, onlar da MDF-in üstünə çəkilmiş olur. Sonra gəlir boya, MDF boya. Su ilə təması olan və ağır və ya oyma prosesi üzərində uzorları olan, elementləri olan qapaqlarda ən çox MDF boyadan istifadə olunur. Və gəlir üçüncü bir material, şpon. Bir dənə də var, o gedir bizdə membran. Membran görüntü olaraq elə bil ki, müəyyən bir detalları üzərində işləyib onu preslənmə vasitəsilə qapaqların üstünə yatızdırmaq olur, otuzdurmaq olur. Amma yenə də istər-istəməz onun müəyyən bir yapışma ya tutqalla yapışdırılır da, o müəyyən bir prosesdən sonra atma ehtimalı var, qopma ehtimalı var. İsti dəyəndə xüsusən də günəş işığından müəyyən bir köpmə deyirlər, ona köpmə verə bilir. Üçüncü bir sonrakı materialımız gedir şpon. Şpon ağacın qabığıdır. Yəni ağacdan kəsilmiş bir hissədir. O otuzdurulur MDF-in üstünə. Soyuq pres vasitəsilə ola bilər, isti pres vasitəsilə ola bilər. Otuzdurulur və geyindirilir bir növ. Bu həm bahalı prosesdir, həm də işçilik çox tələb eləyən bir prosesdir. İki dənə işçiliyimiz, ağır işçiliyimiz var. Bir, boya, iki, şpon. Burada keyfiyyət olaraq niyə qiyməti yüksəkdir? Həm istifadə olunan xammal keyfiyyət olaraq yüksək olmalıdır. İkinci, orada işçilik çox tələb olunur. Onun boya prosesində astarlanması var, üzlənməsi var, boyanın bir neçə dəfə üstünə vurulması var. Onun özünün belə rejimi var. Əlavə toz üstünə düşməməlidir, qonmamalıdır. Çünki xırda tük belə düşsə onun üstünə avtomatik görsənir. Elə. Yəni çox həssas bir prosesdir. Ona görə indi keçirik. Tək bu bir element. İndi gəlin, siz düşünün ki, görün nə qədər əlavə elementlər var ki, onları daxil eləyir və qiyməti artırır. Məsələn, boya ilə, tutaq ki də, mebel qapaqlarında istifadə oluna bilər bizim adi bildiyimiz aboy. İstifadə oluna bilər şüşə, istifadə oluna bilər paslanmaz elementlər, istifadə oluna bilər hal-hazırda yeni materiallar gəlib, panellər, bambuk panellər istifadə oluna bilər, onun üstündə mikrotsement yeni materialdır. Yəni dəmir, onun üstündə istifadə oluna bilər bildiyimiz adi boya, amma akrilik boya, adi tutaq ki, zamuş effekti. Parça ilə sintez var. Ağlımıza gələ biləcək o qədər elementlərdən mebelə inteqrasiya eləyib fərqli bir model çıxartmaq olur ki, Fuad bəy. Ona görə deyirəm ki, mebel sektor tamamilə fərqli bir incəsənət sahibidir, sahəsidir. Tamamilə. Yəni biz sadəcə olaraq onu bir taxta element kimi görürük. Elə deyil. Şüşə ilə imitasiyası var, güzgü ilə var, dəmirlə var, boya ilə var, aboy ilə var, mikrosementlə var. O qədər elementlərlə onun imitasiyası var ki. İndi düşünün ki, biz iç bölgüləndirməsi ayrı bir sənət, qapaqları və ya onun görüntüsünü əldə eləmək ayrı bir sənətdir.